Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə Kurikulum 2024 Time test bankından bir sualın izahını vermək istəyirəm. Sualı hal-hazırda siz monitorda görürsünüz. Sual təlimin forma və modelləri mövzusundandır. Sualımız belədir. Təlim modelləri ilə bağlı verilmiş hansı fikir yanlışdır? Bizə 4 fikir verib, biz burada yanlış olanları seçməliyik. Birinci fikirdə deyir ki, oyunlaşdırma, oyun elementləri ilə tapşırıqları inteqrasiya etməyi nəzərdə tutduğu halda, oyun əsaslı təlim, öyrənmə prosesini bütünlükdə oyun əsasında qurmağı nəzərdə tutur. Bəli, bu tamamilə doğru versiya, tamamilə doğru fikirdir. Belə ki, oyunlaşdırmada biz dərsin müəyyən bir hissəsində oyundan istifadə edə bilərik. Hər hansı bir tapşırıqları oyunlara inteqrasiya edə bilərik. Misal üçün, kim milyonçu olmaq istəyir verilişi tipində bir viktori ilə təşkil edə bilərik. Amma bu dərsin ortasında bir tapşırığı əhatə edə bilər. Amma oyun əsaslı öyrənmədə bütün proses oyun əsasında qurulur. Yəni dərs prosesi başdan ayağa oyun əsasında qurulur. Bu fikir doğru fikirdir, ona görə də bunu götürməyəcəyik. Keçək ikinci fikrə. Layihə əsaslı öyrənmənin bütün fənlərdə həyata keçirilməsi mümkün olmadığından onun istifadə sahəsi məhduddur. Tamamilə yanlış bir fikirdir. Layihə əsaslı öyrənmə bütün fənlərdə mövcud ola bilər, bütün sahələri əhatə edə bilər. Ümumiyyətlə, layihə əsaslı öyrənmənin mahiyyəti şagirdlərin öyrəndiklərini həyatla əlaqələndirərək həyatı bir situasiyanı layihələşdirməkdir və bu bütün fənlərdə mümkün ola biləcək bir şeydir. Bu tamamilə istifadə sahəsi də həddən artıq genişdir. Ona görə də 2 yanlış fikirdir və biz 2-ni yanlış fikir kimi götürəcəyik. Üçüncü fikir. Birbaşa təlimin təşkili zamanı diqqət edilməli əsas məsələlərdən biri şagirdlərin əldə etdikləri məlumatları yanlış anlama ehtimallarını minimuma endirərək təlimin effektivliyini yüksəltməkdir. Bəli, tamamilə doğrudur. Elə birbaşa təlimin əsas mahiyyəti şagirdləri anlamasını təmin etməkdir. Dərsi mənimsəməsini təmin etməkdir. Rozenşayna aid bir təlim modelidir və bu təlim modelində məhz ondan danışır ki, nisbətən qavraması geri olan, nisbətən zəif qavrama qabiliyyətinə malik olan şagirdləri belə dərsi mənimsətmək və anlamanı yoxlamaqdır. Ona görə də onların yanlış anlamasını minimuma endirmək üçün biz birbaşa təlimdən nə edirik? İstifadə edirik. Bu doğru fikirdir, bunu da götürməyəcəyik. Demək ki, yanlış fikir bir də 4 olacaq. Gəlin baxaq. Sorğu və araşdırma əsaslı təlim modelindən istifadə edən müəllimlərə şagirdlərin inkişafını tam olaraq müşahidə etmək imkanı vermir. Əksinə, sorğu və araşdırma əsaslı təlim bilirsiniz ki, tədqiqat əsaslı bir təlimdir. Yəni, burada şagirdlər araşdırmaya yönəlirlər, tədqiqat aparırlar, 5 mərhələdən ibarətdir və əsas məsələ şagirdləri sərbəst şəkildə araşdırmaya yönəltməkdir. Və bu zaman əksinə, müəllimin müşahidəsi daha güclü olur. Müəllim uşaqları daha yaxşı tanıyır. Necə? Bir var ki, mən adi üsulla bir təlim keçirəm, bir də var ki, mən sorğu və araşdırma əsaslı bir təlim keçirəm. Əvvəlcə biz nə edirik? Şagirdləri yönləndirmə mərhələsində eləyirik, sonra problem qoyulur və problemə fərziyyələr irəli sürülür. 3-cü mərhələdə tədqiqat aparılır, nəticələr ortaya qoyulur və nəticələr sonuncu mərhələdə nə edir? Müzakirə olunur, refleksiya olunur və qiymətləndirilir. Müəllim daha dərindən burada öyrənmə baş verdiyinə görə, araşdırma və tədqiqat olduğuna görə müəllim şagirdləri daha açıq şəkildə müşahidə edir. Hətta ən zəif bildiyi